Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə vəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütununun nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.